Bismillahirrahmanirrahim və bihi nəstəin. Bu günlər bizim üçün demək olar ki, ən əziz gün oldu, şad günümüz oldu. Çünki uzun illər bizim əzizimiz, qonağımız, dostumuz, Həzrət Əli əleyhissalamın məddahi, Mirzə Xəlil dayı, yəni ki, Allah onun ruhunu şad eləsin. Bizim evimizdə çox gəlib, çox qonağımız olub, əzizimiz olub, hətta gecələr burada da qalıb bizi ilə, yəni gözəl avaz, gözəl söz. Demək olar, mən Azərbaycan dərvişləri və Rövzəxanları kitabını yazanda da mən misal üçün onun haqqında sizdən məlumat aldım. Yəni ki, o kitaba da biz onu saldık. Ümumiyyətlə, Mirzə Xəlil dayını Azərbaycanda demək olar ki, istər rayonlarda, istər Bakı və ətraf kəndlərdə. Mirzə Xəlil dayı gəlirdi bu zonaya, meclisə, cəmaat meclisdə onu görürdülər ki, gözəl soğutla oxuyur, gözəl avaz, muğamatı 5 barmağı kimi verirdi. Çox gözəl, deməli, o bir meclisə gəlirdi bu zonaya, 10 adam gəlib bundan vədə alırdı. Bir də gördüm, bir həftə, 10 gün qalırdı, ətraf kəndlərdən sonra ki, hamı istəyirdi ki, onu öz meclisinə aparsın. O elə bir əxlaqlı, sakit, təmkinli, səbirli, vüqarlı, çox belə gözəl insan idi. Allah ruhunu şad etsin. Mən burada gördüm ki, bu günləri çox şad oldu. Onun övladları, Hafiz qardaşımız da oğludur Mirzə Xəlilin, Nübar xanım qızıdır Mirzə Xəlilin. Allah ruhunu şad etsin. Bizim evimizə bugün qonağa gəliblər. Xoş gəliblər, səfa götürüb gəliblər. Çox şad oldu gəlməyən. Mən elə bilirəm ki, bu dağa Mirzə Xəlil dayının ruhu şaddır. Sizin buraya gəlməyi bizə görə. İstərdim ki, oğlu Hafiz qardaşımız bir neçə kəlmə desin bu barədə. Mən onu demək istərdim ki, mən elə bir xoşbəxtlik onda görürəm ki, mənim atama minnətdaram Hacı Sultan qardaşımıza ki, ona belə böyük qiymət verir. Və atamın burada, birinci atamın o səviyyə çatmasında mənim bacımın atası, Allah qəni-qəni rəhmət eləsin, Şeyx Qüdrət əmirimi deyim, babamı deyim, onun çox böyük rol olub. Mən, onu təsdiq edə bilər, atamın oxuduğu qəzəllərdə, oxuduğu rozalarda mən deyərdim ki, heç kəs ondan bir dənə qələt səhv tutmuyor. O da rəhmətli Şeyxin, Şeyx Qüdrətin mənim atıma verdiyi o dərsin nəticəsidir. Gəlib Bakı kimi yerdə, bunu Hacı təsdiq edə bilər, bu hörməti qazanıb, onun üçün mən sizə minnətdaram. Allah sizi xoşbəxt eləsin, Allah sizin nəvələrinizi, həmişə sizin xeyir işlərdə gələk, həmişə sizi sağlam görək. Mən sizi doğrudan doğma bilirəm, sizin ailəni, həqiqətən biz doğma bilirik. Çox da sevindik ki, siz bizim evimizdə təşrif etib gəlmişsiniz. Mirzə Xəlil dayının qızı Nübar xanım, yəni ki, mən xahiş edərdim ki, o öz fikrini desin, amma o Mirzə Xəlil dayıya aid olan şeir çox xoşuma gəldi. Həqiqətən birinci dəfə də işdirdim, o şeiri də inşallah deyər. Əvvəla, çox sağ olun, bizi belə isti, gözəl qarşıladığınız üçün minnətdarıq sizə də, xanımıza da, Hacı xanıma da. Və hamı bilir, ölüm fanidir, əbədi yaşayış yoxdur. Amma o ölənlər xoşbəxtdirlər ki, özlərindən sonra xatirələri unutamayanların yadında qalır. Ona görə mən çox sevinirəm ki, mənim atamın xatirəsi unudulmur. Şəxsən sizin timsalınızda həmişə yada gətirilir, yadda olur. Buna görə sizin ailəyə sizə dərin təşəkkürümü bildirirəm. Atamın tez-tez dediyi bir qəsidəsin, qəzəlini demək istəyirəm. Hacı istəyir. Gözəl, gözəl. Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var. Nə qüssə əl çəkir məndən, nə bir səbri qərarım var. Qəfəsdə saxlamış zalim fəqanindən əli rəcər. Təsəvvür eyləmə gün tək münəvvər bir şüarım var. Dilim bağlı, gözüm bağlı, qolum bağlı, ürəyimkar, dünə həsrət qalan gülsüz bir laləzarım var. Ne için mən olmayım məhsud, ürəkdən etməyim nalə, hər addımda qazılmış bir məzarım var. Nə fərhadam çapam dağı, dilimdə kəlmə şirin, nə məcnunam, nə sərhanam, nə leylim, nə xumarım var.
Ölüm xoşdur, çıxey canım bu cismin atavanından. Nə təslim olmağa meylim, nə dəhrə etibarım var. Zavalsız Xəlilin gərəkdir curunu gülcahan çəksin. Bu yolda qanıma batsam, böyük bir iftixarım var. Bu yolda qanıma batsam, böyük bir iftixarım var. Çox sağ olun, var olun. Çox gözəl, çox Gözəl belə mənalı, yazırsınız. çox Çox belə. sağ olun. Yaxşı da hiss eləmişsiniz əzbərdən qəşəng. Allah razı olsun. Şeyh Qudrətin adını çəkdi. Doğrudan Allah rəhmət eylesin. Xəlil var gələndə Ben var. uşaq vaxtında olmuş 6 sinifdə, 5-də, 6 okuyanda atamla gəlmişəm. Gedirlər ki, ona dərviş toylarına, dərviş toylarına. Mən də oturdum atamın yanında. Şeyh Qudrət, Şeyh Bəşir, Şoğlu, Məzlum oturublar orada. Onların yanında. Dahilər Miçək dediğini uçur, unuttum, 60-70 dəfə adam var. Bəli, Miçək uçsa, o da işlərdi. Deyirlər, buyur Mirzə Xəlil. bəli. Əli şəhərindən bir dənə qəsrdə deyildi. Sonra deyirlər ki, at qutsan səni. Bax belə oldu. Özdə Mirzə Xəlil dayı bu dərvişlikdən, avazdan əlavə məclislikçi məsələlər bilirdi. Şəriət bilir. Onu deyəndə bu Şeyh Qudrətdən belə dedi. Filan alim beşik belə dedi. Özü şəri məsələləri, şəriət qaldı, qəşəng bilirdi, vacibat bilirdi. Allah rəhmət etsin. Buyur. Çox da ədəbli idi. Ha. Vallahi çox xoş gəlmisiniz, bizim ürəyimizi açdınız. Bu gün həm təbəssüm günüdür. Allah Yəni, biz çox ədəbli idi, çox da təmiz idi. Vallahi deyirəm, mən deyərdim ki, o bəlkə o görənlərdən də daha yaxşı görürdü. Onun qəlb gözü açıq idi, onun qəlb gözü, onun qəlbi Bəkarət gözü çox çox. açıq idi. Mən bir dəfə ona sual verdim, dedim ki, həlləmiz, Allahdan narazılığınız yoxdur, belə. Dedi, yox, əsla, əsla, tövbə, əsla. Deyir ki, o qədər razıyım ki, Allah görür, məni əgər, bax, gör nə qədər mənə başqa şeylər verib, o qədər mənə gözəl xislətlər verib ki, bax, görürəm, ayaq üstə gəzirəm. Ondan sonra ki, məclislərə gedirəm, bu cürə mənə səs verib, bu cürə mənə iman verib, namaz verib mənə, orası belə o qədər saydı, gördüm.